Yoxsa. Hə. Biz tabesizlik əlaqəsi ilə tabellik əlaqəsi deyə iki əlaqə keçirik. Tabellik əlaqəsinin içərisində biz sadəcə keçirdik uzlaşma əlaqəsi. Çünki bizim hal-hazırda proqramımızda olan budur. Bunu soruşurlar bizdən. Xüsusilə buraxılışda yanaşma vidarə düşmür. Amma blokda düşür, buraxılışda da düşməyəcəyi nə məlum. Ona görə mən onun üçün də artıq sizə izah eləyəcəm. Tabeslik əlaqəsi birinci izah eləyəcəyimdir. Tabeslik əlaqəsi nəyin arasında olmuş olur uşaqlar? Bərabər hüquqlu sözlərin, cümlə üzvlərinin və bərabər hüquqlu cümlələrin arasında olur. Tabesizdirlər, bir-birinə tabe olmurlar yəni. Tabeslik əlaqələri olur nəyin? 1. Həmcins üzvlər arasında. Bir də tabesiz nəyin arasında? Mürəkkəb cümlələrin tərəfləri arasında olur tabeslik əlaqəsi. Tabeslik əlaqəsinin göstəriciləri nələrdir? Tabesizlik bağlayıcıları və intonasiya. Yəni intonasiya dediyimiz təqdirdə nəyi nəzərdə tutmuş oluruq? Vergülü nəzərdə tuturuq. Harda indi baxırıq, burada diqqətli olmaq lazımdır. Harda vergül varsa, tabeslik əlaqəsi var söhbəti yalan olur. İndi baxaq görək nə var burada. Deməli, həmcins üzvlər arasında, məsəl üçün deyirəm ki, Kənan və Zahir gecikdilər. Bax, burada kim gecikdi? Kənan, kim gecikdi? Zahir. Demək ki, bunlar nədir? Həmcins mübtəda, yəni onlar gecikdilər. Bu həmcins mübtədaları bir-birinə nə bağlayıbdır? Və bağlayıcısı. Həmcins üzvlər varmı burada? Göstəricisi də varmı? Demək ki, burada tabeslik əlaqəsi var. Başa düşdünüz? Qar yağdı. Qar yağdı. Amma yollar buz bağlamadı. Cümləsində tabesizlik əlaqəsi varmı? Ay Allah, nə şey sakit oturub baxırlar. Bu əlbəttə var. Yağan qardır, buz bağlamayan isə yollardır. Düzdür? Demək ki, ayrı-ayrı mübtəda xəbərləri varsa, bu mürəkkəb cümlədir. Və bu mürəkkəb cümləni bağlayan vasitə nədir? Amma tabesizlik bağlayıcısı. Demək ki, bunların arasında tabesizlik əlaqəsi var. Oldu mu? Tabesizlik əlaqəsi var. Bax, bu deməkdir tabesizlik əlaqəsi. Həmcins üzvlərin və tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olmuş olur. İndi bunlar deyək ki, cümlə üzvlərdir. Hər zaman mı cümlə üzvləri arasında olur? Bəzi hallarda feili birləşmələrin asılı tərəfində də tabeslik əlaqəsi ola bilir. Və yaxud da xitabda da tabeslik əlaqəsi olur. Məsəl üçün, xanımlar və cənablar. Bu bir xitabdır. Düzdür? Bunların arasında tabeslik əlaqəsi oldu. Oldu mu Atilla? Mən Atillaya və Kənana söz deyərkən onlar eşitmirdilər. Çünki ikisi də yatırdılar. Eşitmirdilər kim? Onlar. Nə zaman? Mən Atillaya və Kənana söz deyərkən feili bağlama tərkibidir. Düzdür? Var burada tabeslik əlaqəsi. Bəli, baxın. Atillaya və Kənana tabeslik əlaqəsi ilə bağlanıbdır bir-birinə. Amma cümlə üzvü deyil. Həmcins üzvü deyil. Başa düşdünüz? Yəni, bu məsələdə də diqqətli olmaq lazımdır. Bəzən olur ki, tərkibin asıl tərəflərində çıxır və cümlədə bizdən tabeslik əlaqəsi soruşur. Müəllim, həmcins üzvü deyil, axı onlar heç bir cümlə üzvü olaraq şey yaramır. Yəni, bu formada da olanda bunlar arasında tabeslik əlaqəsi özünü göstərir. Oldu? Oldu Kənan? Bir reaksiya verin də, adam belə qəribə qalıb, başa düşmədilər, təzədən başlayaq. İndi nə ola bilir? Bəzi cümlələr çıxa bilər qarşımıza ki, hərçənd ki, yaxında qalırdı. Amma gecikirdi. Baxın, bu cümlə, budaq cümləsi birinci gələn, bu formada. Budaq cümləsi birinci gələn, baş cümləsi ikinci gələn tabeli mürəkkəb cümlədir. Və bunların arasında baxırıq ki, vergül və amma bağlayıcısı var. Amma bunların arasında tabeslik əlaqəsi yoxdur. Niyə yoxdur?
Bunlar testdə vəsaitdə çıxmır ha qarşımıza, testdə çıxır tapmalıyıq. Çünki bu cümlə hərçənd ki, tabelli bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədirsə, demək ki, biri o birisinə tabedir. Bax, bu buna tabedir. Və o zaman, amma burada bizim bir işimizə yaramır. Yəni, tabesizlik əlaqəsi götürə bilmirik biz bunu. Başa düşdünüzmü? Bax, burada da diqqətli olmaq lazımdır. Sonra bəzən qarşımıza modal sözlər çıxa bilir cümlədə. Məsəl üçün, o əsasən gecələr oxuyur, deyək ki, cümləsi var. Bu cümlədə nə var? Vergül var, baxın. Əsasenin hər iki tərəfində vergül var. Amma biz vergülə aldanıb burada tabesizlik əlaqəsi götürə bilmərik. Niyə? Bir-birinə bağlanan həmzə sözlər yoxdur. Anladınız mı? Testdə qarşınıza çıxacaq, yəni ona görə deyirəm, diqqətli olmaq lazımdır. Var tabesizliklə bağlı sual olan? Yoxdur, nə gözəl, mən bilirdim ki, olmayacaq. Keçirik tabellik əlaqəsinə. Tabellik əlaqəsi neçədə nədir? 3 dənə. Birinci uzlaşmadan başlayaq. Uzlaşma nə deməkdir? Biz uzlaşmanı hətta keçdik səhv eləmirəmsə. İlin əvvəlində normanı keçəndə uzlaşmanı da keçdik. Qrammatik norma tələbinin pozulmasından biri uzlaşmanın pozulmasıydı. Elədir Anir müəllimə? Allah köməyiniz olsun. Uzlaşma əlaqəsi nədir uşaqlar? Adından göründüyü kimi uzlaşma uyğunlaşmaq, anlaşmaq deməkdir. Əsasən olur mübtəda və xəbər arasında olur. Və uzlaşma əlaqəsində istisna olaraq birinci tərəf əsas tərəf olur. Adətə bizdə nə idi? Söz birləşmələrində həmişə əsas tərəf ikinci olurdu, asıl tərəf birinci olurdu. Uzlaşma əlaqəsində bu qayda pozulur. Birinci tərəf əsas tərəf olur. Oldu mu? Uzlaşma əlaqəsinin göstəriciləri bax burada şəxs şəkilçiləridir. Yəni, mübtəda neçənci şəxsdədirsə, xəbər də həmən şəxsin şəxs sonluğunu qəbul edəcək. Məsəl üçün, mən oxuyuram. Mən oxuyuram deyəndə birinci şəxsin şəxs şəkilçisi var. Niyə görə? Çünki məndən söhbət getmiş olur. Və yaxud da siz kəndə gedəcəksiniz. Bax, sınız ikinci şəxsin cəminin şəxs şəkilçisidir, elə deyilmi? Gedəcəksiniz. İndi uzlaşmanın pozulduğu məqamlar da var uşaqlar. Uzlaşma daha çox kəmiyyətə görə pozulur. Nə zaman? Üçüncü şəxsdə. Onlar, deyək ki, gəldilər. Bax, burada uzlaşma pozulması yoxdur. Şəxs üçüncü şəxs üçündə də və şəxs cəmdə ki, baxın, onlar üçüncü şəxsin cəmidir, burada da üçüncü şəxsin cəmidir. Burada bir problem yoxdur. Amma pozulanda nə olmuş olur? Onlar gəldi. Uzlaşma pozuldu. Quşlar uçub getdi. Uzlaşma pozuldu. Bir bu məsələdə diqqətli olmaq lazımdır uzlaşmaya görə. Bir də həmci sözlərdə problem ola bilir. Baxın, əgər həmci sözlərin sırasında mən varsa, nə olacaq? Xəbər birinci şəxsin cəmində olacaq. Əgər həmci sözlərin içərisində ikinci və üçüncü şəxslər varsa, bunların xəbəri olacaq ikinci şəxsin cəmində. Bax, burada diqqətli olmaq lazımdır. Məsəl üçün, deyirik ki, Rəsul, sən və dostların Rəsul gəzməyə getdilər. Dostların gəzməyə getdilər olsaydı başqa məsələ, çünki onlardan söhbət gedir. Amma həmcis üzv var burada və həmcis üzvün biri nədir? İkinci şəxsin təkidir. Demək ki, həmcis üzvlərin içərisində ikinci şəxs varsa, xəbər nə olmalıdır mütləq şəkildə? İkinci şəxsin cəmində olmalıdır. Sən və dostların gəzməyə getdiniz. Sən və dostların kim sayılır? Siz sayılırsınız artıq. Bax, bu formada dimdə də suallarımız olacaq inşallah. Başa düşdünüz? Sadəcə uzlaşma əlaqəsində bu məsələ var idi ki, norma pozuntusuna görə. Əgər mübtəda, Nicat, mübtəda üçüncü şəxsin cəmindədir və bitkilərlə ifadə olunubdur. Bitki anlayışı bildirir və yaxud da cansız əşya anlayışı bildirir. Bunların işləndiyi cümlədə ağaclar yarpaqladı, boşqablar yerə tökülüb sındı. Bunların işləndiyi cümlədə xəbər üçüncü şəxsin təkində olur, gördüyümüz kimi. Bu zaman uzlaşma pozulur, qrammatik norma isə pozulmur.
Bunu keçmişdik, yadınıza gəlirsə. Amma yenə də təkrar biliyin mamasıdır. Oldu mu? Burada diqqətli olmaq lazımdır. Elə Kamil. Aysa. İndi qayıdırıq ənənəvi proqrama. Uşaqlar, uzlaşma əlaqəsi eyni anda ikinci növ təyini söz birləşməsinin və üçüncü növün tərəfləri arasında da olmuş olur. Burada da bunun göstəricisi mənsubiyyət şəkilçisi olur. Yəni, dağ havası və çayın şırıltısı deyək ki. Birləşmələrində də xətti bu cür çəkərək uzlaşma əlaqəsi yazırıq. Niyə görə? Çünki biri ikinci növdür, biri də üçüncü növdür. Əsas tərəfində nə var? Mənsubiyyət şəkilçisi var. Amma indi belə bir şey deyək. Uzlaşma əlaqəsinə görə burada əsas tərəf hara sayılacaq? Birinci tərəf. Çünki oxu bu tərəfə çəkmişik. Bax, diqqətli olmaq lazımdır. Oldu mu? Bunlarla bağlı amma inanmıram ki, sizin qarşınıza sual çıxsın. Amma yenə də bilməniz önəmlidir. Uzlaşma əlaqəsindən bağlı sualınız varmı? Yoxdur. Gözəl. Keçirik, uşaqlar, yanaşma əlaqəsinə. Qısa konkret bilmək lazımdır ki, yanaşma əlaqəsi bilirsiniz nədir? Təyin və aid olduğu cümlə üzvü, həmçinin zərflik və aid olduğu cümlə üzvü, yəni əsasən xəbər. Sadəcə hansı zərfliyi burada çıxırıq? Yer zərfliyi. Yer zərfliyində də hal şəkilçisi var deyə o bizim bu düsturumuzdan kənarda qalır. İndi onu da izah edəndə başa düşəcəksiniz. Təyinlə istənilən cümlə üzvü arasında yanaşma əlaqəsi oldu. Baxın, hər yer işığa qərq oldu. Hər yer neçənci növdür? Birinci növdür, düzdür? Birinci növün tərəfləri arasında nə olacaq? Yanaşma əlaqəsi olacaq. Bildinizmi? O yadda qalsın. Yəni, birinci növ təyini söz birləşməsi arasında yanaşma əlaqəsi var. Asılı tərəfində hal və mənsubiyyət şəkilçisi olmayan feili bağlama tərkiblərində yanaşma əlaqəsi var. Tərz zərfliyi, zaman zərfliyi, səbəb, məqsəd zərfliyi, kəmiyyət zərfliyi ilə xəbər arasında yanaşma əlaqəsi var. Niyə görə? Çünki bir tək onlarda hal şəkilçisi yoxdur. Buyurun, Yadulla müəllim. Bəli, burada bax, hər yeri mən xüsusilə niyə yazdım? Çünki hər yer cümlədə parçalanmır. İstisna birinci növ, parçalanmayan birinci növdür. Düzdür mədinə? Və bu zaman fikir qarışa bilir. Bütöv mübtəda oldu, amma olsun da yəni əsas odur ki, birinci növdür və tərəflər arasında yanaşma əlaqəsi. Oldu. Yadulla xeyli dərs oxudu. Bax, xeyli dərs. Neçənci növdür? Birinci növ. Arasında olacaq yanaşma əlaqəsi. Bəs Yadulla oxudu, uzlaşma əlaqəsi olacaq. Çünki mübtəda xəbərdir. Oldu mu? Bərkdən danışan Atillaya Kənan mane oldu. Cümləyə baxaq burada. Mane oldu kim? Kənan. Nə oldu bunlar arasında? Uzlaşma əlaqəsi oldu. Atillaya mane oldu da, indi deyəcəm uşaqlar. Atillaya mane oldu. Baxın, tamamlıq, hal şəkilçili tamamlıq və hal şəkilçi qəbul etmiş yer zərfliyi ilə xəbər arasında da idarə əlaqəsi olur. İdarə əlaqəsinin göstəricisi hal şəkilçisidir. Atillaya mane oldu da, indi artıq baxın, uzlaşmada gördünüz, ox bu tərəfə çəkilir. İdarə və yanaşmada ox bu birisi tərəfdə olacaq. Çünki onlarda artıq əsas tərəf bura sayılır. Atillaya mane oldu idarə əlaqəsi. Bax, danışan Atilla neçənci növdür? Birinci növ. Olacaq nə? Yanaşma əlaqəsi. Bərkdən danışan nədir bəs? Feili sifət tərkibi. Amma buradakı dən nədir? Zərf düzəldən leksik şəkilçi. Bunların arasında nə olacaq? Yanaşma əlaqəsi. Başa düşdün Həsən? Həsən düşməyə çalışır və düşmədi. Necə? Xeyli danışdı. Xeyli dərs idi orada. Orada birinci növ idi. Burada isə birbaşa zərflik ilə xəbər arasında olur. Çünki burada heç bir hal və mənsubiyyət yoxdur. Oldu?
İdarə əlaqəsi nədir? İdarə əlaqəsi xəbərin digər cümlə üzvlərini idarə eləməsindən olmuş olur. Yəni, bildiyimiz bütün tamamlıqların hamısı xəbərə tabi olur və yaxud da dediyimiz kimi yer zərfliyi xəbərə tabi olmuş olur. İdarə əlaqəsi olur tamamlıq və xəbər arasında, yer zərfliyi və xəbər arasında. Bundan başqa nə var idi uşaqlar? Eyni zamanda ikinci və üçüncü növ arasında da idarə əlaqəsi olmuş olur. Niyə görə? Çünki göstəricisi hal şəkilçiləridir. Baxırıq. Çoban qoyunları dağın yamacında otarırdı. İfadəsi. Bir cümlə üzvlərini tapırıq. Otarırdı. Kim? Çoban. Nə oldu bunlar arasında? Duzlaşma. Sonra baxacağıq. Qoyunları otarırdı. Bunlar arasında nə olacaq? İdarə. Çünki qoyunları təsirli hal şəkilçisi qəbul edir. Baxırıq ki, burada dağın yamacı deyə bir üçüncü növ var. Baxın, dağın yamacı. Oxu bu tərəfə çəkirik, yazırıq uzlaşma. Əsas tərəf oldu bura. Sonra baxırıq ki, hal şəkilçisi var. O zaman təzədən oxu çəkirik bura, yazırıq idarə. Eyni zamanda üçüncü növün arasında həm idarə əlaqəsi var, həm uzlaşma əlaqəsi var. Bax, və ona görə üçüncü növlərdə həmişə belə olur. Oxun biri belə çəkilir, biri belə çəkilir. Dağ sözü yerinə görə əsas, yerinə görə asıl olur. Testdə bu formada qarşımıza çıxacaq. Oldu mu? Bunların arasında iki dənə əlaqə tapdıq. Sonra baxırıq ki, otarırdı, harada otarırdı? Dağın yamacında otarırdı. Bütöv və yerli hal şəkilçisi. Bu cümlə üzvü də bütöv xəbərə tabi olur və nə olur? İdarə əlaqəsi. Demək, cümlədə neçə dənə əlaqə oldu? 1, 2, 3, 4, 5 dənə tabelli əlaqəsi oldu. Başa düşdünüz Zəhra? Bir neçə dənə də cümlə yazaq. Nə yazaq cümlələrdən? Aha, Atilla. Atilla məktəbdən qaçdı və heç kim bundan xəbər tutmadı. Cümlə üzvlərini tapırıq birinci. Qaçdı Atilla. Nə oldu bunların arasında? Duzlaşma. Məktəbdən qaçdı. Hal şəkilçisi idarə. Heç kim xəbər tutmadı. Uzlaşma. Bundan xəbər tutmadı. İdarə. Yaxşı, indi belə söz soracaq. Cümlədə neçə sintaktik əlaqə oldu? 1, 2, 3, 4 və tabesizlik əlaqəsi. 5 dənə. Tabelli əlaqəsi deyəndə 4 dənə, ümumi sintaktik əlaqə deyirsə, biz tabesisi də götürmüş oluruq. Oldu. Yaxın oturan şagirdlər bir-birinə nəsə danışırdılar. Aha. Danışırdılar şagirdlər. Bir-birinə danışırdılar. Nəsə danışırdılar. Nəyisə danışırdılar. Burada artıq köhnənin problemlərindən biri buydu. Qeyri-müəyyən və yaxud da qoşma ilə olan tamamlıqlar var. Qoşmalı şəkildə xəbərə qoşulan tamamlıqlar arasında yanaşma əlaqəsi olurdu. Bu, sizin beyninizi qurcalamasın. Buna gərək yoxdur. Zaten problemli məsələlər olduğu üçün bunların hamısını ortadan qaldırdılar. Yaxşı, oturan şagirdlər olanda nə olacaq? Yanaşma. Bəs yaxın oturan yenə olacaq yanaşma. Niyə uzlaşma dedik bura? Yaxın oturan, bax, dedim ki, feili birləşmələrin asılı tərəfində hal və mənsubiyyət yoxdursa, nə olacaq? Yanaşma olacaq. Düşün ki, bu cümlə şəklində idi. Məsəl üçün, yaxın oturdu oldu. Nə olacaq? Zərflik və xəbər. Düzdür? Bunların arasında yer zərfliyi deyilsə,
yanaşma əlaqəsi olmuş olur. Burada diqqətli olmaq lazımdır. Qaranlıq qalan. Necə? Yanaşma. Qarışıq qalan nəsə oldu mu? Günel, başa düşdün yanaşma nədir? Kənan. Nicat. Buyurun Fidan xanım. Yanaşma dedim axı, yanaşma. Həm birinci növ təyinli söz birləşməsi arasında olur, həm də feili birləşmələr arasında olur. Amma necə feili birləşmələrin? Aslı tərəfində hal, mənsubiyyət olmayan feili birləşmələr. Oldu mu? Məsəl üçün, belə deyək də, dərsdə danışmaq. Feili birləşmədir. Amma bunların arasında nə əlaqəsi var? İdarə. Niyə görə? Çünki yer bildirən, yəni hal şəkilçisi var, yerlik hal şəkilçisi. Oldu mu? Kənan? Varmı kimdəsə qaranlıq hər hansısa bir nöqtə? Necə? Bir-birinə. Nə şəkilçisidir bu? İdarə şəkilçisi deyil. Bu nə şəkilçisidir? Yönlük hal şəkilçisidir. Yönlük hal şəkilçisi demək ki, nədir? İdarə əlaqəsi var. İdarə. Və xətlərdə diqqətli olmaq lazımdır. Uzlaşma əlaqəsində bu olur. İdarə ilə yanaşmada isə bu olur. Çünki onlarda artıq əsas tərəf ikinci tərəfdir. Uzlaşmada isə əsas tərəf birinci tərəfdir. Oldu? Allah sizi qorusun.